Deməli, baxırıq ismin yadigar testlərinin bir neçəsinin izahına. Demişdik ki, qaydada yadigar halın düzgün olması üçün isimə əlavə olunmalıdır apostrofes və özündən sonra isim gəlməlidir. Yəni, bu əsas qaydanı yadda saxlayın, testləri doğru işləyə bilmək üçün. Baxırıq testlərdən birincisinin izahına. The novels very interesting. Baxırıq, isimə əlavə olunub. Burada səhv bir şey yoxdur, apostrofes. Səhv oradadır ki, artıq very isim deyil, zərfdir, çox deməkdir. Deməli, apostrofesdən sonra isim gəlməyibsə, artıq bunu biz bir yəlik hal götürmürük. İzin qısaldılmış olur. A variantı getdi. B-yə baxaq. Apostrofesdən sonra going feilimiz gəlibdir. Bu going uşaqlar axırında ing varsa həm gerund ola bilər, həm də zaman forması ola bilər. İndi hardan biləcək bu gerund yoxsa zaman? Baxırıq cümləyə. Cümlədə başqa xəbər yoxdursa, deməli bu elə özünün xəbər formasıdır. Xəbər formasıdırsa, artıq bu da yeriçal deyil, izin qısaldılmışıdır. Yox, cümlədə başqa xəbər olsa, biz going-i gerund kimi götürərək düzgün yeriçal versiyası saya bilərdik. Amma cümlədə başqa xəbər olmadığına görə artıq bu xəbərdir, ona görə də yeriçal deyil. Baxırıq C variantına, apostrofesdən sonra made feili gəlibdir. Make feilinin 3-cü forması, deməli bu da yeriçal deyil. D variantına baxsaq, professor isimdir, apostrofeslə yeriçal yaranıb və özündən sonra yenə isim gəlibdir. Deməli bu doğrudur. Professorun sözlərini deyir, diqqətlə dinlədik. Bu doğru yeriçaldır. Y variantında isə who sual əvəzliyidir. Biz dedik axı isim əlavə olmalıdır. Deməli bu da yeriçal deyil. Qaldı, daha doğrusu D variantı. İkinci testə baxsaq, A variantında Jane's reading a novel. Apostrof S-dən sonra yeni ing-li söz gəlib. Dediyimiz kimi yuxarıda. Əgər ing-li sözümüz gerund olsa, cümlədə başqa xəbər olmalıydı. Baxırıq, cümlədə xəbər yoxdur. A novel isimdir. Deməli, bu özü xəbər formasıdır, izin qısaldılmışıdır. Ona görə A variantı getdi. B variantına baxsaq, apostrofesdən sonra got gəlib. Dedik ki, got gələrsə yeriçal deyil, has qotun qısaldılmışıdır. Artıq bu da isim deyil, ona görə B də getdi. C variantına baxsaq, yenə eynidir, got gəlibdir, deməli yenə yeriçal deyil. D variantına baxsaq, Alice insan adı, apostrofeslə yeriçal yaranıb və özündən sonra isim gəlib. Granny, Alice'in nənəsi. Deməli, D variantı yeriçaldır. Y variantına baxırıq, apostrofesdən sonra may gəlib. May əvəzlikdir. Deməli, bu izin qısaldılmışdır, yeriçal deyil. Sonra, üçüncü testə baxsaq, A variantı. Helen's new coat. Deməli, Helen qız adı və artıq isim sayılır. Deməli, bu tərəfi doğrudur. Baxırıq, new yeni deməkdir, coat palto deməkdir. Biz dedik ki, bayaq isim və özündən sonra isim gəlməlidir. Amma istisna olaraq qaydamızda deyilir ki, isim gəlsə, daha doğrusu isimə əlavə olunub, özündən sonra isim gəlsə də, araya sifət, say girə bilər və yaxud feili sifət. New da sifətdir, təyin edicidir. Yəni, bizdə ingilis dilində qayda belədir ki, sifət ismin qarşısında gəlməlidir. Yəni, bu sifətin başqa yeri yoxdur gəlməyə. Ona görə məcbur ismin qarşısına keçir. İsmin qarşısına keçirsə də qaydanı pozmur. Yenə də yeriçal yaranır. Helen'ın yeni paltosu boz rəngdədir. Yəni, burada görürsünüz tərcümədə də yenə yeri hal var. Yəni, səhv bir şey yoxdur. Sadəcə olaraq isimlərin arasına nə girib? Sifət giribdir. Bu qaydanı pozmur. Amma gəl ki, sifət gəlib, arxadan isim gəlməsəydi, coat sözü gəlməsəydi, onda qayda pozulmuş olur və yeriçal sayılmır. Yəni, mütləq isim gəlməlidir. Sonra B variantına baxırıq, apostrofesdən sonra article gəlibdir, yeriçal sayılmır article gələrsə. C variantında yenə əvəzlik gəlib, yeriçal deyil. D variantında yenə ing-li xəbərimiz gəlibdir, deməli izin qısaldılmışdır, yeriçal deyil. Yenə article gəlib, yenə yeriçal deyil. Sonra baxaq 14-ə. Deməli, the book is Kate's. The book is Kate's. İndi baxırıq, burada doğru variantımız budur, indidən deyim. İndi sual verə bilərsiniz ki, bəs yaxşı apostrofesdən sonra gələn isim hanı? Axı deyirik, axı qaydada isim gəlməlidir. Bu isim gəlib burada. Bəzən istisna olaraq isim qarşıda da gələ bilər. Necə ki, ana dilimizdə o şəkildə qarşıda gələ bilir, ingilisində də belədir. Məsələn, deyir ki, kitab Kate'indir. Biz bunu ana dilində həm görürsünüz, yerişlik yaratdıq. Kitab Kate'indir. Və yaxud deyə bilərik ki, o Kate'in kitabıdır.
Yəni hər iki halda yelçal yaranır. Necə ki ana dilində hər iki halda yelçal yaranır, eyni zamanda ingilis dilində də bu belədir. Deməli, Kate'in burada yelçal yaranıbdır, isim də qarşıya keçibdir. Burada yaza bilərdi, deyə bilər ki, it is Kate's book. Kate'in kitabıdır o. Və yaxud qarşıda da kitab Kate'indir deyib yelçal yarada bilər. Yəni bu halda da yelçal doğrudur, yanlış bir şey yoxdur. B variantında red faildir. Gələrsə olmaz. Beautiful gözəl sifətdir. Biz bayaq dedik ki, sifətdən sonra isim gələrsə yelçaldır. Yox, əgər gəlməyibsə, deməli yelçal deyil. C variantı da getdi. D variantında bayaq dedik ki, qot gələrsə yelçal deyil. D variantında silirik. Y-də də yenə dedik ki, bayaq əvəzlik gələrsə yelçal deyil. İzin qısaldılmışıdır. Y variantı da getdi. Daha sonra baxaq 16-ya. The Smith house was in the street. Baxırıq, biz qaydada demişik ki, D artiklı özündən sonra şəxs adı gələrsə ad və yaxud soyad böyük hərflə yazılmalıdır. Bu heç. Və bütün ailəni bildirir. Əgər qabaqda Mr. Mrs. varsa demişdik bir nəfəri bildirir. Amma D artikl varsa bütün ailəni bildirir. Ailədə də bir nəfər ola bilməz. Ailə anlamında bir nəfərdən ailə yaranmır. Deməli, burada çoxluq var. Birdən çoxdur. Birdən çoxsa biz bunu cəmləməliyik. Demişdik, apostropdan əvvəlki S cəm şəkilçisidir, apostropdan sonraki S artıq yelçalın şəkilçisidir. Burada da cəmləmə baş verməyib. Apostropdan sonra S-i qoyublar. Deməli, bunun yelçilik şəkilçisidir. Qaydada pozulmuş sayılır. Çünki artıq desimi istəyirsə bütün ailəni nəzərdə tutur, amma cəmləməyibdir, təhdə veribdir. Ona görə yanlışdır bir. 2-yə baxsaq, deməli, hər iki şəxsə apostrof S qoyulub, deməli, hərənin ayrı-ayrıdır əşyası və yaxud ortaq bir məfhumu. Deməli, baxırıq burada heyə sözünə, saç deməkdir. Saç hərənin ayrı-ayrı olmalıdır. Bədən üzvləri ümumiyyətlə hərənin ayrı-ayrı olduğuna görə mütləq hər iki şəxsə apostrof S qoyulmalıdır. Yəni, birləşik, belə deyim də, axırıncı şəxsə apostrof S qoyaraq biz ismi işlədə bilmərik, yəni bədən üzvü ismini. Əgər iki şəxsə apostrof S qoyuruqsa, belə bir qayda da var ki, isim cəmlənməlidir. Amma heyə sözü cəmlənməyib, çünki sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlər cəmlənə bilməzlər. Amma burada, məsələn, ay sözü olsaydı, göz sözü hərənin ayrı-ayrı olduğuna görə cəmlənməliydi, sonuna S qoyulmalıydı. Yəni, biz burada mütləq ismə fikir verməliyik. İsim cəmdədirsə, mütləq hər iki şəxsə apostrof S qoyulmalıdır. İsim təkdədirsə, bir axırıncı şəxs apostrof S qoyulmalıdır. Amma burada heyə sözü istisna olaraq qaydanı pozur, çünki cəmlənə bilmir. Ümumiyyətlə, bu qaydanın bu hissəsində testləri taparkən həmişə bu ismə baxırıq, təhliyinə, cəmliyinə, bədən üzvlərini çıxmaq şərti ilə. Sonra 3-ə baxsaq, deməli, 2-ni doğru götürdük. 3-ə baxsaq, men, fayəmən cəm isimdir. Kökdən dəyişib cəmlənən mürəkkəb isimdir. Bir ismin sonuna 2 lar şəkilçisi əlavə eləmək olmaz, düzdürmü? Amma burada görürsünüz, 2 dənə lar qoyublar. Mən dəyişib cəmlənib, kişilər. Bir dənə də sı qoyublar yana, kişilərlər. Elə bir məna ola bilmədiyinə görə bunlar ayrı yazmalıydılar. Ümumiyyətlə, dedik, axı S-lə cəmlənən isimlərin yelçalı təkcə apostrofla yaranır. Tək isimlərin kökdən dəyişib cəmlənən isimlərin yelçalı apostrof S-lə yaranır. Ona görə burada da fayəmən yanğın söndürənlərdir. Burada cəm isim olduğuna görə, kökdən dəyişib cəmləndiyinə görə yelçalı apostrof S olmalıydı. S apostrof qətiyyən ola bilməz. Deməli, 3-də yanlışdır. 4-ə baxsaq, burada baxırıq, ən artiklı, ismin qabağında ən artiklı var. Ən artiklı da təhliyi bildirsə, deməli, isim təhdə olmalıdır. Təhdə olan ismin yelçalı apostrof S-lə yaranmalıdır. Özündən sonra da isim gəlibdir, doğrudur, deməli, 4-cü. 5-ə baxsaq, room. Bayaq dedik ki, bu tipli testlərdə ismə baxırıq. İsimimiz təkdədirsə, axırıncı apostrof S qoyulmalıdır. İsim cəmdədirsə, hər iki şəxsə. İsim təkdədir, deməli, axırıncı apostrof S qoyulub, bu doğrudur. 5 doğrudur. Amma isim cəmdə olsaydı və yaxud bədən üzvü olsaydı, onda hər iki şəxsə apostrof S qoyulmalıdır. Necə ki, ikinci cümlədə. Eyni zamanda burada da hər iki şəxsə apostrof S qoyulmalıdırlar, ismi cəmləsəydilər. Və xəbərimiz avtomatik cəmlənəsidir. Burada indi deyə bilərsiniz ki, bəs niyə xəbər təhdir? Axı 2 şəxs var. Burada 2 şəxsdən söhbət getmir. Ted və Jackdən söhbət getmir. Onların otağından söhbət gedir. Ortaq bir dənə otaqları var. Deyir ki, Ted və Jackin otağı geniş və işıqlıdır. Nə? Tedlə Jackin otağı, otaqdan söhbət gedir. Otaq da bir dənə olduğuna görə xəbərimiz təhdə olmalıdır. Cəmdə ola bilməz. Ona görə doğru variant 2, 4, 5 A variantı olmalıdır. Sonra baxaq 17-yə. A few months journey. İndi cəmiyyət sözlərində öyrənəsiniz ki, a few özündən sonra cəm isim tələb edir.
Nə olsun burada e artiklı var? E artiklı fiyunun bir tərkib hissəsidir. Baxırıq ismimiz cəmdədirmi? Deyil. Hardan bilirik? Çünki apostrofdan sonra s yazılıbdır. Dedik axı apostrofdan sonra s onun